Bakıda Zəfər gününə həsr olunan Biz Birlikdə Güclük adlı konferans keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində qazanılan zəfərin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğu vurğulanıb. Qeyd edilib ki, qələbə hər bir Azərbaycanlı üçün sonsuz qürur mənbəyidir. Bu uğurun arxasında duran əsas ideya isə birlik və qardaşlıqdır. Qeyd edilib ki, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri də bir amal uğrunda birləşərək vətənin azadlığı üçün fədakarlıq göstəriblər. Bu mühüm bir hadisəni qeyd edirik və siz... Qələbəmizin arxasında duran əsas ideyalardan da biri milli birlik idi. Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycanda mövcud olan bütün dini icmalar dəmir yumruq kimi birləşdilər və burada yaşayan bütün insanlar öz milli kimliyindən və etnik mənsubiyyətindən və ya dini inanclarından asılı olmayaraq hər kəs bu torpaqları özünə müqəddəs hesab eləyir və ona görə də Qarabağın azadlığı və suverenliyimizin bərpası uğrunda öz canlarını bu vətənə fəda etdilər.